Gəlib çatdıq Quba Plaza istirahət mərkəzinə. Otağımıza yerləşmişik. Çıxdım balkona. Çox gözəl, mənzərəli bir otaq seçmişik. Buralar həqiqətən də çox gözəldir. Hər bir insan özünə dəyər verməyi bacarmalıdır. Həqiqətən də Allahın bizə verdiyi ömrünə dəyər verməliyik. Özümüzə zaman ayırmalıyıq. Yəni səhərdən axşamacan iş, ev, adam yorulur. İşdən biraz kənar qalmaq istədim. Mən bir sahibkaram. Mənim şəxsi biznesim var. Şəxsi biznesim olmağına baxmayaraq, mən onlayn işlə də çalışıram. Niyə də bunu etməyim? Yəni evdən çıxmadan və yaxud da evdən çıxaraq istirahətdə oldum, çölə çıxdım. Harda olmağından asılı olmayaraq çalışa biləcəyimiz bir iş varsa, niyə də çalışmayaq? Ona görə də xanımlar, kim istəyirsə mənim komandama qoşulmaq xanımlardan ibarət bir işdir. Kim maraqlanırsa, kim maraqlanmaq istəyirsə mənlə əlaqə saxlaya bilər. Hər bir şeyi sizə izah edəcəm. Buralar çox gözəldir. Hər bir kəs üçün qismət olsun. Hər bir kəsə arzuluyuram. Yəni hər bir kəs özünə dəyər verməyi bacarmalıdır.